Dedim elə səhərin ilk kofesini içirəm. Yuxudan da təzə ayılmışam. Sənə gün ərzində özünə necə enerji yükləyə biləcəyinlə bağlı danışmaq istəyirəm. 10 dəqiqəlik video olacaq. O qədər yuxuluyam ki, TikTok'un kamerası ilə çəkirəm. Məncə gözümün şişkinlikləri falan yaxşı qapadıb. Yəqin ki, digər 3 videomu artıq izləmisən və bilirsən ki, sənə həyat enerjini artıracaq, özgüvən aşılayacaq videolardan bəhs edirəm. Yəni, söhbətlərdən bəhs edirəm. Yuxuluyam məqin amma. Bu dəqiqə hər şeyi yanlış danışa bilərəm. Cümlələri. Amma məntiqə əsla. Gəl belə eləyək. Çox yorğun bir gün keçirmisən. Hansı ki, dünəndən danışırıq. Və yaxud da ki, elə bir xəbər eşitmişsən ki, elə bir situasiya yaşamısan ki, səhər yataqdan qalxmağa halın belə yoxdur. Deyirsən ki, uf, yenə başladı bu gün. Yenə həmin əhval-ruhiyyə, yenə həmin insanlar. Gözəl dostum, bunun qısa bir həlli var. Sənə pis təsir eləyəcək, sənə üzərində idarəçiliyi olacaq insanlardan baş götürüb qaçmaq. Bu. Sən desən ki, mənim elə bir şəraitim yoxdur, inan ki, var. 1 saat belə olsa, 1 saat belə olsa, məni narahat eləmə. Özümlə məşğulam. Sənə geri dönüş eləyəcəm və yaxud da heç açıqlama vermək də məcburiyyətində deyilsən. Düzdür, bizim bəzi insanlarımız, yenə də deyirəm, insanların həyatını idarə eləməyi çox sevir, hədsiz çox sevir. Düşünmürlər ki, yəni, bu mənim həyatımdır, qoy yaşayım, o da onun həyatıdır, qoy yaşasın. Sadəcə, məsələn, açıqlama verəcəksən, məsələn, deyəcəksən ki, məni narahat eləmə, mən özümlə məşğulum. Ya, sən nə, bunlar, nə. Bunlar bilsiniz artıq nəyin siqnalıdır? Bu insan sizin şəxsi alanınıza hörmət eləmir. İmkan vermir ki, özünüzlə tək qalasınız, bir özünüzü dinləyəsiniz. Çünki bəzi insanlar bilsiniz nədən qorxur? O özünü dinləsə reallığı görəcək və mənim nə qədər ondan əksi adam olduğumu və yaxud bu situasiyanın həqiqətən də onun xeyrini olduğunu anlayacaq. Qoy mən elə bunu yanımda sıxım saxlayım, bunu da beynini yiyim ki, sən beləsən, sən eləsən, ya da sən burada belə eləməməliydin, sən. Bu hər mühitə aiddir. İnsan münasibətlərinə də aiddir, iş münasibətlərinə də aiddir. Yəni, əgər ki, içinizdə bir səs deyirsə ki, mən düzəm, o səs düz deyib, elə belə yox, bağırırsa, nə bilim, panik ataklar tutma dərəcəsində, ya nə bilim, həqiqətən də insan hoşuna günahlandırılanda, şərlənəndə və yaxud da nə bilim, nəsə bir yanlış bir halla üz-üzə qalanda, zaten bunu insan ürəyi hiss eləyir və o bütün bədənə vurur bu. Həyəcan olsun, nə bilim, emosiya olsun, hər şey, yəni bədənə vurur. Belə bir halda sizin gibi kimlənsə dalaşıb, mən düzəm, mən belə elədim deməyinizə ehtiyac yoxdur. Ay bala, siz onsuz bilirsiniz düzsüz. Kimə nəyi sübut eləməyə çalışır? Sizə hamımız ölüb gedəcəyik onsuz da. Ölüb gedəcəyik. Bu gün dava eləyir sizi, mən düzəm. Sabah unudulacaq, sabah yox, 5 il sonra unudulacaq. Bir deyim var ki, mən hər videoda bir deyimdən möhkəmləndirməyi sevirəm. Bir deyim var ki, deyir, əgər ki, indi baş verən bir mövzunun içindəsən və bu mövzu sana çox dərindən təsir edirsə, bir düşün, 5 il sonra sən yenə bu mövzu ilə yaşayacaqsan, ya bu mövzu sənə o qədərmi belə zərbə vuracaq ki, 5 il sonra sən hələ də bu hissləri keçirmiş olacaqsan? Təbii ki, yox. Niyə fikirləşək ki, həyatın hər günü, hər saniyəsi bir hökmdür. Bir saniyənin içində nələr baş verir, siz bilə bilmərsiniz. Mən burada danışanda bu dəqiqə milyonlarla uşaq doğulur, milyonlarla insan da ölür. Yəni, nə bilim, milyonlarla insan evlənir, milyonlarla insan boşanır. Hər saniyənin öz hökmü var. Bunu anlamaq lazımdır. Ekran sürəm şu an yetmiyor. Hə. Yəni, demək istədiyim odur ki, bugün oyandın, baxdın ki, enerjin yoxdur, birdən özünə sual ver. Bu, mənim enerjimi aşağı salan şey 5 il sonra mənə yenə bu hissi yaşadacaq. Əgər deyirsənsə yaşadacaqsan, mən bağışla, çox zəif insansan.
Yəni çox zəif insansan və 1 qram özünə hörmət eləmirsən. Niyə? Mən belə sərt danışmasam, sən məni anlamayacaqsan. 5 ilə sən inkişaf eləməyəsən, yəni öz hisslərinin idarəsinə əlbə ala bilməyəcəksən. Ya nə istədiyini həqiqətən bilib o yöndə addım atmayacaqsan. Qəribədir. Görsən, bəlkə mənim belə deyəndə başa düşərsən. Ona görə də ayıldın, deyirsən ki, bugün mənim günümdür. Bugün mənim günüm olmasa da elə eləyəcəm ki, o gün həqiqətən də mənim üçün xüsusi olacaq. Seçimlər, addımlar, hər şey. Sənə demirəm, alçaq dağları yarat. Yox. Öz dünyanı qur. Bugünə bir töhfə ver. Töhfə ver dediyim nədir? Əgər gedib balkonda dayanıb bu kofeni içmək sən xoşbəxt eləyirsən, elə. Birinci addımı bugünə belə başla və yaxud da günə şokoladlı çörək yemək sənin enerjini artıracaqsa, sənin ruhunu qidalandıracaqsa və yaxud musiqi dinləmək və yaxud gedib duş almaq, hər şey. Mən bu dəqiqə qəhvəmi içəcəm, gecəm duş alacam, bəzənəcəm. Mənim üçün üçlü kombo budur. Məni rahatlandırır, ruhumu dincəldir. Səndə nədir bəs? Özünü tanımalısan ki, bilməlisən, enerjini qaldıran şeylər nədir? Və bunu həqiqətən də yaşayanda, anı yaşayanda hiss eləməlisən. Çünki necə kədər ürəkdən yaşaya bilirsən, neysə mən başa düşə bilmirəm. Necə səhvləri, necə başqa şeyləri bədənin əsə-əsə hiss edirsən, amma bu anın dadını çıxarda bilmirsən. Maraqlıdır. Benim video var orada, her de bu yadıma düşür. Garip değil mi? Nokta. Değil. Şeyma Subaşı'nın kitabını analiz edir. Her de bu yadıma düşür. Ha, o kofem tökülürdü. Bir tane kurtum için videonu da yavaş yavaş yekunlaştırım. Hatta iş ortamın belə səni narahat eləyirsə, inan mənə, sən oranın kəbinin arvadı falan deyilsən. Yəni, kəbin kəsməmişsən oranı. Başqa iş yeri axtar, ged orada işlə. Risk almağı sevən insanın həyatı həmişə uğurlu olur. Bilirsiniz bunu. Həqiqətən. Risk almağı, öz həyatında risk almağı bacar. Zaten hər gün tanış olduğumuz insanlar, qurduğumuz yeni münasibətlər də riskdir. Ardını nə gətirəcəyini bizə bilmirik. Ya elə olur ki, bizi vəzir eləyir, ya elə olur ki, bizi rəzil eləyir. Risk alırıq, nə olar deyirik, yoxlayırıq. Digər məsələlər, digər mövzulara da elə yanaşmaq lazımdır. Həyat o qədər asandır ki, çox asandır. Həqiqətən biz onu qəlizləşdiririk öz düşüncələrimizdən. Hər şey burada başlayır, burada da bitir. Belə dostum, özünə gözəl bax. Dediyim kimi, günün ilk enerjisini istədiyin, o sənin ruhunu qidalandıran şeylərlə başla. Günün davamını isə üzünü güldürən insanlar və yaxud da üzünü güldürən hobbilərlə məşğul ol. Əmin ol ki, bir neçə gün bunu belə davam elətdirsən, heç bir neçə günə də ehtiyac yoxdur. Həmin gün gecə başını yastığa rahat qoyanda deyəsən ki, yaxşı ki, bu anımı elə yaşadım. Özünə gözəl bax, videonu bəyənib, şərh yazıb, abunə olmağı da unutma ki, səsim daha çox insanın qarşısına çıxsın və eşitsinlər. Özünə yaxşı bax. 5 dəfə dedim, amma niyə deyirəm? Özün də yaxşı bilirsən, çünki bunu izləyirsənsə ehtiyacım var. Özünə yaxşı bax, hələlik.